Salam, heç fikirləşmisiniz görəsən, sizin məzuniyyət pulunuz ya da kompensasiyanız necə hesablanır? Bilirsiniz, Azərbaycanda bu qaydalar təzəlicə yenilənib və bu dəyişiklik inanın ki, həm işçilər, həm də işə götürənlər üçün lap çox vacibdir. Gəlin elə indi, sadə dildə, misallarla bu yeni qaydalara baş vuraq, görək söhbət nədən gedir. Gəlin ilk olaraq özümüzə bu sualı verək, amma səmimi cavab verək. Məzuniyyət haqqınız düzgün hesablanırmı? İstər işçi olun, istər işə götürən, bu qaydaları bilmək sadəcə zəruridir. Çünki günün sonunda söhbət birbaşa sizin cibinizdən, sizin büdcənizdən gedir. Yaxşı, bəs bugün nələrdən danışacağıq? Plana bir göz ataq. Əvvəlcə hamının bildiyi o təməl qaydaya baxacağıq. Sonra ən kritik yeniliyi, yəni müqayisə qaydasını didə-didə öyrənəcəyik. Təbii ki, real həyatdan nümunələr olacaq, sonra bəzi xüsusi hallara toxunacağıq və sonda da istifadə edilməmiş məzuniyyət kompensasiyaları ilə yekun vuracağıq. Oldu onda başlayaq birinci hissədən. Hər şeyin təməli, yəni məzuniyyət haqqının standart hesablama metodu. Gəlin bunun üzərindən bir də keçək. Hər şeyin açarı orta aylıq əmək haqqı anlayışıdır. Qanunun 140-cı maddəsi bunu çox aydın şəkildə izah edir. Məzuniyyətə çıxmamışdan əvvəlki son 12 ayın maaşını götürürsünüz, hamısını toplayırsınız və sadəcə 12-yə bölürsünüz. Riyaziyyatı çox sadədir. Deməli, proses belə gedir. 4 dənə sadə addım var. Birincisi, son 12 ayın maaşını toplayırsınız. Sonra ikincisi, bu ümumi rəqəmi 12-yə bölürsünüz ki, orta aylıq maaşınız çıxsın. Üçüncü addım, həmin o orta aylıq maaşı 30.4-ə bölürsünüz, bu sizə bir günlük qazancınızı göstərir. Vəssalam, dördüncü və son addım, bu bir günlük pulu vurursunuz məzuniyyət günlərinizin sayına. Bax, bu illərdir ki, hamının bildiyi standart qaydaydı. Amma işlər indi biraz dəyişib, artıq hər şey bu qədər də sadə deyil. Və gəldik çıxdıq ən əsas məsələyə. Odur ki, diqqətinizi cəmləyin, çünki əsl böyük dəyişiklik məhz buradadır. Bu yeni prinsip o standart hesablamanı tamamilə dəyişə və yekun məbləğə ciddi təsir edə bilər. Bəs bu yeni qayda hardan çıxdı? Onun kökü Əmək Məcəlləsinin 111-ci maddəsindədir. Maddənin məqsədi isə çox aydındır, işçini qorumaq. Qanun deyir ki, sən məzuniyyətdə olarkən işlədiyin vaxtdan daha az pul ala bilməzsən. Yəni, istirahət etmək sənin gəlirini azaltmamalıdır. Yaxşı. Bəs qanundakı o sonuncu əmək haqqı ifadəsi nə deməkdir? Bax, burada çox adam sərfə yol verir. Bu, sizin keçən ay bank kartınıza köçən faktiki pul deyil. Qanuna görə bu sizin hal-hazırda qüvvədə olan əmək müqavilənizdə rəsmi yazılan maaşınızdır, yəni vəzifə maaşı, üstəgəl bütün əlavələr. Beləliklə, yeni qaydanın canı, mahiyyəti müqayisədir. Artıq iki fərqli hesablama aparmaq lazımdır. Birincisi, o bildiyimiz standart metod, 30.4 əmsalı ilə olan. İkincisi isə, sanki heç məzuniyyətdə deyilsiniz, işləyirsiniz, həmin günlər üçün nə qədər maaş alardınızsa o. Qanunda çox sadə bir tələb qoyur, bu iki rəqəmdən hansı böyükdürsə, işçiyə mütləq o ödənilməlidir. Nəzəriyyəni bir kənara qoyaq, gəlin görək real həyatda bu müqayisə qaydası necə işləyir. Bunun üçün ən yaxşı yol bir neçə real nümunəyə baxmaqdır. Gəlin birinci misalımıza baxaq. Təsəvvür edin ki, bir işçi fevral ayında 7 günlük məzuniyyətə çıxır. Həmin ay cəmi 20 iş günü var. İşçinin aylıq maaşı da 1500 manatdır. Aha, baxın, bu cədvəl hər şeyi aydınlaşdırır. Standart hesablama ilə, yəni 30.4 əmsalı ilə məzuniyyət pulu 345 manat 38 qəpik eləyir. Digər tərəfdən, işçinin bu 7 günlük məzuniyyətinə 5 iş günü düşür, həmin o 5 iş günü üçün alacağı maaş isə 375 manatdır. Hansı böyükdür? Təbii ki, 375. Deməli, qanuna görə işçiyə 375 manat ödənilməlidir. Bəs həmişə belə olur, həmişə ikinci üsul daha çox çıxır. Əlbəttə yox. Gəlin başqa bir vəziyyətə baxaq. Bu dəfə işçi apreldə 12 gün məzuniyyətə çıxır. Ayda 22 iş günü var, maaş da 2400 manatdır. Görək indi hansı hesablama daha sərfəli olacaq? Bu nümunədəki müqayisəyə diqqət yetirin, çox maraqlıdır. Standart hesablama ilə məzuniyyət pulu çıxır 947 manat 40 qəpik. Amma məzuniyyət dövrünə düşən 8 iş günü üçün hesablanan maaş isə 872 manat 72 qəpikdir. Bu dəfə standart hesablama daha yüksək oldu. Deməli işçiyə 947 manat 40 qəpik ödənməlidir. Gördüyünüz kimi qayda hər iki tərəfə də işləyir. Yaxşı, bəs əgər işçinin son 12 ayı normal keçməyibsə, məsələn, bəzi aylarda sosial məzuniyyətdə olubsa ya da ödənişsiz məzuniyyət götürübsə,
narahat olmayın. Qanunvericilik bu kimi mürəkkəb vəziyyətləri də nəzərə alıb. Baxın, 140-cı maddəyə görə bəzi aylar var ki, onlar orta əmək haqqını hesablayanda nəzərə alınmır. Məsələn, sosial məzuniyyət, işə götürənin təşəbbüsü ilə çıxdığınız ödənişsiz məzuniyyət ya da sizin günahınız olmadan baş verən boş dayanma ayları. Bu aylar sanki hesablamadan silinir və onların yerinə daha əvvəlki tam işlədiyiniz aylar götürülür. Amma burada çox incə bir məqam var, diqqətli olun. Əgər ödənişsiz məzuniyyətə öz ərizənizlə, öz istəyinizlə çıxmısınızsa, həmin ay 0 manat maaşla hesablamada qalır və orta maaşı aşağı çəkir. Məzuniyyət pulunu aydınlaşdırdıq. Bəs heç istifadə etmədiyiniz, yığılıb qalmış məzuniyyət günləri necə olur? İndi də gəlin bu günlər üçün ödənilən kompensasiyanın qaydalarına bir nəzər salaq. Baxın, bura çox diqqətli olun. Bu, bəlkə də ən vacib fərqdir. Məzuniyyət pulunu hesablayanda dedik axı, iki rəqəmi müqayisə edirik. Amma istifadə edilməmiş məzuniyyət üçün kompensasiya alanda heç bir müqayisə filan yoxdur. Qayda bir mənalıdır. Kompensasiya yalnız və yalnız o köhnə standart 30.4 əmsalı ilə hesablanır. Bu fərqi mütləq yadda saxlayın, çünki çox qarışdırılan bir məqamdır. Kompensasiya ilə bağlı Konstitusiya Məhkəməsinin qərarı ilə çox mühüm bir yenilik də olub. Bilirsiniz, əvvəllər bəzi əlavə məzuniyyət günləri üçün kompensasiya ödənilmirdi. Amma artıq bu dəyişib. İndi əmək şəraitinə görə, iş stajına görə, uşaqlı qadınlara və ya işğaldan azad edilmiş ərazilərdə çalışanlara verilən əlavə məzuniyyət günləri üçün də kompensasiya ödənilir. Vergi məsələsində də çox maraqlı və vacib bir prinsip var. Əgər sizə həm maaş, həm də kompensasiya ödənilirsə, bunlar ayrı-ayrı gəlir mənbələri sayılır. Vergiləri də ayrı-ayrı hesablanır. Bu əslində işçi üçün maliyyə baxımından çox sərfəlidir. Niyə? Çünki vergi güzəştləri, məsələn, 200 manatlıq azad olma hər bir ödənişə ayrıca tətbiq olunur. Gəlin bu son nümunə ilə məsələni tamamlayaq. Tutaq ki, işdən çıxan işçiyə 3 fərqli ödəniş edilir. Mart ayının maaşı və 2 fərqli il üçün yığılmış kompensasiyası. Cədvələ diqqətlə baxın, hər sütun ayrı bir gəlir mənbəyidir. 1000 manatlıq maaşdan öz vergiləri tutulur, 1300 manatlıq birinci kompensasiyadan öz vergiləri, 1200-dən isə öz. Məhz buna görə də aşağıdakı xalis məbləğlər də ayrı-ayrı hesablanıb, sonda hamısı cəmlənərək işçiyə ödənilir. Beləliklə, gəldik sona. Nəticə isə budur, bilik həqiqətən də gücdür. Artıq siz məzuniyyət haqqının və kompensasiyanın hesablanmasının bütün incəliklərini, bütün tələlərini bilirsiniz. İndi əsas sual budur. Siz bu bilikdən öz hüquqlarınızı qorumaq və sizə çatmalı olan hər bir qəpiyin ədalətli şəkildə ödənilməsini təmin etmək üçün necə istifadə edəcəksiniz?